Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı bu sahədə görülən işlərin davamlılığını təmin edir. Beş 12 mərtəbəli yaşayış binalarından ibarət olacaq Naxçıvan Rezidens yaşayış kompleksinin inşaat işlərinin ötən ilin sonlarından başlanmışdır və bu kompleksdə ümumilikdə 1000-dən çox mənzil olacaq. Qeyd edək ki, Naxçıvan Rezidens yaşayış kompleksinin inşaat işləri müasir şəhərsalma standartlarına uyğun olaraq həyata keçirilir. 1, 2, 3 və 4 otaqdan ibarət binaların birinci mərtəbəsi qeyri-yaşayış sahəsi əsasən də xidmət sahələri üçün nəzərdə tutulub. Kompleksdə həmçinin yeraltı və yerüstü avtomobil dayanacaqları, içməli su anbarları və digər yardımçı sahələr yaradılacaq. Xosrov İbrahimov, Atabək Səyyad, Rafik Kərimov, NTV Xəbər.